İnfarkt nədir? Nədən yaranır? İnfarkt ürəyə qan daşıyan damarların tıxanması nəticəsində ürək əzələsinin oksigensiz qalması və zədələnməsi deməkdir. Son illərdə həm dünyada, həm də Azərbaycanda infarkt hallarının artması müşahidə edilir. Bunun səbəbləri isə bir neçə amillə bağlıdır. Bugün sizə infarktın yaranma səbəbləri haqqında danışacağıq. Elə indi siz də bu videonu yaxınlarınıza göndərərək onlara məlumatlandıra bilərsiniz. Dəyərli izləyicilərimiz, videolarımızın davamını görmək istəyirsinizsə, elə indi aşağıda yerləşən şərh bölümünə davam sözünü yazın. Bu bizə motivasiya verəcək. Dünyada infarktın artmasının səbəbləri çoxdur. İlk yerdə isə insanlar arasında stres və psixoloji gərginliyin artması dayanır. Müasir dövrdə insanların həyat ritmi xeyli sürətlənib. İş yükü, maddi çətinliklər, sosial təzyiqlər və texnologiyanın gətirdiyi informasiya yükü stres səviyyəsini artırır. Stres zamanı orqanizmdə kortisol və adrenalin yüksəlməsi damarların daralmasına və təzyiqin artmasına səbəb olur. Bu da infarktın riskini artırır. İkinci yerdə qidalanma vərdişlərinin pozulması dayanır. Fast food və hazır yeməklərin çoxalması dünyada piylənmə, xolesterin yüksəlməsi və şəkər xəstəliyinin artmasına səbəb olur. Yağlı, duzlu və şəkərli qidalar damarların elastikliyini azaldır. Onları tıxanmağa meyilli edir. Son illərdə dünyada və Azərbaycanda mənşəyi bilinməyən ucuz keyfiyyətsiz yağların istifadəsi də artıb. Bu isə infarkt hallarının yüksəlməsində mühüm rol oynayır. Mənşəyi bilinməyən yağların bir çoxu trans yağ ehtiva eləyir. Trans yağlar sənayedə yağların daha uzun müddət xarab olmaması üçün kimyəvi yolla dəyişdirilməsi ilə hazırlanır. Bu yağlar qandakı pis xolesterini artırır. Damar divarlarında yağ yığılmasını sürətləndirir. Nəticədə isə damarlar tıxanır və infarkt riski 2-3 dəfə artır. Azərbaycanda ucuz qiymətə satılan bəzi duru yağlarının üzərində zeytun yağı və ya günəbaxan yağı yazılsa da, əksəriyyətinin tərkibində başqa bitki yağları var. Bu haqda videolarımız çoxdur. Kanalımızda izləyə bilərsiniz. 3. Fiziki aktivliyin azalması. Texnologiyanın inkişafı və oturaq həyat tərzi insanların gündəlik hərəkətini azaldıb. Hərəkətsizlik ürək-damar sisteminin zəifləməsinə və piylənməyə səbəb olur. 4. Piylənmə və diabet epidemiyası. Dünya Səhiyyə Təşkilatının məlumatına görə son 20 ildə piylənmə və ikinci tip şəkərli diabet halları sürətlə artıb. Hər iki vəziyyət ürək damarının zədələnməsinə səbəb olur və infarkt riskini ciddi şəkildə artırır. 5. Siqaret və spirtli içki istifadəsi. Siqaret çəkmək damar divarlarını zədələyir, trom əmələ gəlməsinə səbəb olur və qan dövranını pozur. Spirtli içki təzyiqi yüksəldir və ürək ritmini də pozur. Hər iki faktor infarkt riskini artıran əsas səbəblərdəndir. 6. Əhalinin yaşlanması. Ümumi dünyada ömür uzunluğu artır. Yaş artdıqca damarların elastikliyi azalır, xolesterin yığılması artır və infarkt riski yüksəlir. 60 yaşdan sonra bu risk daha da kəskinləşir. 7. COVID-19 pandemiyasının təsiri. COVID-19 virusu bir çox insanda damar divarlarına və ürək əzələsinə zərər verib. Ona görə COVID-dən sonra ürək-damar xəstəliklərinin və infarktın artması halları müşahidə olunur. Azərbaycanda isə insanlar həkimə adətən ciddi şikayətlər olduqda müraciət edir. Halbuki damarların tıxanması uzun illər simptomsuz davam edə bilər. Vaxtında profilaktik yoxlamalar olmasa, infarkt ani və ağır nəticələrlə baş verir. Azərbaycan mətbəxi zəngin və dadlıdır, lakin çox vaxt yağlı, ətli, duzlu yeməklər üstünlük təşkil edir. Belə yeməklər damarların tıxanmasını sürətləndirir. Xüsusən kişilər arasında siqaret çəkmək halı da ürək-damar sisteminə mənfi təsir göstərir. Dünya ortalamasına nisbətən Azərbaycanda siqaret istifadəsi yüksəkdir. Bu da infarkt riskini artırır. Əhali arasında gizli hipertoniya, yəni yüksək təzyiq və şəkər xəstəliyi çox yayılıb. Bir çox insan bu xəstəlikdən xəbərsizdir və müalicə almır. Kontrolsuz qalan təzyiq və şəkər damarları zədələyir.
Qısa desək, ürək-damar xəstəlikləri dünyada ölüm səbəbləri sırasında birinci yerdədir. Hər il təxminən 18 milyon insan bu səbəbdən dünyasını dəyişir. Azərbaycanda isə Dövlət Statistika Komitəsinin məlumatına görə ölüm hallarının təxminən 50%-i ürək-damar xəstəlikləri ilə bağlıdır. Sonda, infarktın artmasının səbəbi yalnız bir faktor deyil. Stress, pis qidalanma, hərəkətsizlik, siqaret, diabet, hipertoniya və yaşlanma birləşərək ürəyimizi daha çox təzyiq altında qoyur. Azərbaycanda isə bu faktorlara əlavə olaraq profilaktik yanaşmanın zəif olması və siqaret istifadəsinin yüksəkliyi də əlavə problemlər yaradır. İnfarkt riskini azaltmaq üçün həyat tərzinizdə dəyişikliklər etmək, mütəmadi tibbi yoxlamalardan keçmək və sağlam qidalanmaq çox vacibdir. Bütün hallarda çalışın ki, sağlam olasınız. Belə dəyərli izləyicilərimiz, bu günlük də bizdən bu qədər. Videolarımızın davamını görmək istəyirsinizsə, kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Bizi həmçinin YouTube-dan, Facebook-dan, TikTok-dan və Instagram-dan da izləyə bilərsiniz. Bir bax yazıb axtarış verməyiniz kifayət edir. Növbəti videolarımızda görüşənədək. Hələlik.